qəsəbələrdə, müəyyən kəndlərdə mən olmuş və orada yerli cəmaatla çox yaxın əlaqələr qura bilmişdim. Onların söhbətlərinə qulaq asardım. Oturardım çayxanada, çay içərdim, həm də onların söz-söhbətini dinləyərdim. İstəyərdim biləm ki, bu Güney Azərbaycan xalqı nə ilə nəfəs alır? Onların beynində hansı fikirlər, hansı duyğular baş qaldırır? Onlar öz talihini düşünür ya düşünmür? Və bundan başqa mən istəyirdim biləm ki, görüm, bu 40 milyona yaxın Güney Azərbaycan türkləri özlərinin necə hesab edirlər? Öz kölə qul həyatını başa düşürlər, duyurlar ya başa düşmürlər. Amma çox təəssüf ki, mən həmişə hər yerdə olanda, onlarla söhbətlər aparanda görürdüm ki, onlar qorxurlar. Çox qorxa-qorxa danışırlar. Çox. Hətta öz doğma musiqimizi dinləməkdən belə çəkinirlər. İran rejimi onların o qədər gözünün odun alıb ki, mən mat qalmışdım. Heç yerdə rejimdən bu dərəcədə qorxub çəkinən insanlarla mən rastlaşmamışdım. Dünyanın yarısını gəzmişəm. Amma bu şəkildə bir millətin bu şəkildə qorxu, vahimə içərisində yaşadığını görməmişdim. Amma indi əlbəttə ki, mən elə başa düşürəm, indi belə olmaz. Gedərdim müəyyən yerlərə, girərdim çayxanaya, görərdim ki, fars musiqisini qoyub qulaq asırlar. Dedim, və bizim gözəl musiqimiz var, nə üçün siz qoymuşsunuz? Deyərdilər, qorxuruq, həm də nəvarımız yoxdur, kaset. Mən çıxarıb birdən bunlara bir 50-100 kaset nəvar bağışlayardım. Və onlar Azərbaycan musiqisinə qulaq asanda gözümlə görmüşdüm ki, çoxu ağlayırdı. Şövkət Ələşvarovanı, Bülbülü, Rəşid Bepidovunu gözəl, məlahətli mahnılarını dinləyəndə onların gözündən yaş sel kimi axırdı. Mən onda başa düşdüm ki, bu millət nə qədər zavallı, nə qədər yaralı, nə qədər bədbaxt və hüquqsuz bir millətdir. İndi söhbət bundan gedir ki, qorxaq millət azadlığa, istiqlaliyyətə qovuşa bilməz. Millət qorxaq olmamalıdır. Millət mübariz olmalıdır. Güney Azərbaycanda ruh yüksəkliyi yaratmaq lazımdır. Onlarda nikbin duyğular onlara təlqin etmək lazımdır. Onlar başa düşməlidir ki, nə qədər qul kölə həyatı ilə razılaşıb, çox qorxu hürkü şəklində yaşayırlarsa, onların üzü heç zaman gülməyəcək. Heç zaman onların balaları azadlığa, istiqlaliyyətə çıxmayacaq. Təsəvvür edin ki, bir millət başı bütüb yad dildə, öz ana dili olan türk dilində yox, fars dilində oxuyur. 40 milyonluq xalqın ana dilində bir məktəbi yox. İndi siz fikir verin, 100 min, 120 min erməninin dilində 30-dan artıq mədrəsə var. İsfahan, Tehran Universitetində erməni şöbələri mövcuddur. Ermənilərin Tehranda Alik Araks toplusu və qəzeti çıxır. Ararat klubu fəaliyyət göstərir. Təbrizdə, Tehranda, müxtəlif şəhərlərdə gecə-gündüz o kilsələri zıngıldayır. Amma 5 nəfər Güneylinin bir yerə toplaması yasaq sayılır. Bir millət ki, öz ana dilində oxumur, onun siyasi, milli şuuru formalaşa bilməz. Hər bir millətin mənəvi varlığı birinci növbədə onun ana dilində təhsili ilə bağlıdır. Ana dilində təhsil, ana dilində oxumaq hər bir millətin oyanmasında ən ilkin amildir. Mən razı olaram ki, Güneylilər öz balalarına, öz doğmaca evlərində, türk dilində dərs desinlər. Amma fars məktəblərinə buraxmasınlar. Mən orada fars məktəbinə öz uşağımı buraxmadım. Bir dəfə mənə sual verdilər ki, mən çox bu işlə məşğul oldum. Dedim ki, axı niyə, nə üçün bu 40 milyonluq bir xalqa ana dilindən məktəb açmırsınız? Niyə imkan vermirsiniz ki, onlar ana dilində oxusun? Mənə nə cavab versələr yaxşıdır? Dedilər ki, ağa səfir, biz onlara məktəb açırıq. Amma bu məktəbə onlar gətirib öz uşaqlarına qoymur. Ona görə məcbur olduq, türk dilində olan məktəblərə bağladıq. Dedim, hə, mən də Tehranda, İranda yaşasaydım, öz balalarımı türk məktəbinə qoymazdım.
Ona göre koymazdım ki bunun çok ciddi sebebi var. Sebebi nedir benden soruştu? Dedim sebebi odur ki siz bu milletin dilini ölü diline çevirmişsiniz. Bu dil ölü dilidir. Küçebazaz bir dilidir. Evde işte bu dilde danışırlar. Ama bu büyük milletin dili devlet dili olmalıdır. Bu devlet seviyesinde bu dile hürmet ihtiram göstermek lazımdır. Bu millet öz ana dilinde bir erzə size yazabilmir, kabul etmirsiniz. İdare dili, devlet dili, bu dili saymırsınız. Ve özünüz bu dili qəsdən ölü dile çevirmek istiyorsunuz. Bir defa Kerima adlı bir profesör çıkış eləyəndə dedi ki, bilirsiniz, biz dünya dillerinin təsnidindən danıştı. Ona sual verdiler çünkü Azerbaycan Türk dili. Dedi bu dilde İran'da ölmekte olan bir dildi. Yani rejim oturup bizim milli dilimizin ölümünü gözlüyor. Bunun için hususi bir şerait yaratılıp, hususi bir devlet seviyesinde bir plan, prospekt, xətt tərəkkən mövqe hayata keçirilməkdədir. Yani baştan başa farslaştırma siyaseti aparılır. Bir ölçüde ki bu kadar halklar yaşasın, onlar o halklardan yalnız Fars ile Ermeninin dili devlet dili sayılır. Kalan dillerin hiçbiri devlet dili sayılmır. Ölü dil hesap olunur. Bu dile devlet seviyesinde kaygı, saygı, hürmet, ihtiram yok derecesindedir. Yani dünyanın hiçbir ülkesinde Güney Azerbaycan kiminin bedbaht bir millete tesadüf etmek gayrimümkündür. Çünkü millet öz ana dilinde okumursa, öz ana dilinde okumak onun selahiyeti yoktursa bu milletin inkişafından, siyasi milli şuurunun yükselmesinden danışmak çok çetin bir meseledir. Bugün eğer Güney Azerbaycan halkı bu seviyede kalıpsa, öz milli layakat ve şerefini koruyup hifz edebilirse, bu millet en kudretli bir millettir. Çünkü ana dilinde okumayan millet geç tez erimeye mahkumdur. Ama Azerbaycan Türkleri erimir. Hiç zamanda eriyebilmeyecek. Özlerinin milli şuuruyla, milli şerefiyle, gayretiyle, milli namusuyla Fars rejimine karşı üz yüze mübarizə aparır. Ve öz milli kimliğini koruyup saklamaktadır. Ben İran'da Azerbaycan Türklerinin defalarla tehkirlere maruz kaldığının şahidi olmuşum. Bu çok bir, ben ne diyeyim, faciadır bu. İnsan bunları görende dözebilmez. Eğer onun milli gayreti varsa o hiç zaman dözebilmez. Ben səfirliyə ayrı Güney Azerbaycan'dan alimler, ziyalılar, profesörler gelirdi. Ben onlara deyirdim ki götür bir erzə yaz mənə, sənə vize verim. Onlar ana dilinde, profesör ana dilinde adice bir erzə yazabilmirdi. Ben ona yanında dururdum, dikte eləyirdim, sonra o ana dilinde başlayırdı bir erzə yazmaya. Ve ahırda itiraf elədi ki doğrudan da ben ilk dəfədə ana dilinde erzə yazırım. İran'da Ermeniye olan saygı, hürmetin minde biri Azerbaycan Türkünden gösterilmiş. Ermeni Fars'ın elə bir küçük kardeşidir. Bu şüphe yoktur ki devletin siyasetinden gelir. İran rejimi Ermenistan'ı iktisadı blokadadan çıkaran yegane devlettir. Ermeniye İran rejimi pulsuz, parasız, müfte ışık verir, gaz verir. Benim yaxşı yadımdadır. Bir defa gittim, Arat sahilinin üzerinde bir Meğri tarafta körpü kurulup. Ben gittim, Güney Azerbaycan taraftan o körpünün yanında durdum. Bir günde 47 maşın körpüden geçip Qarabağ'a yardım apardı. Onların apardığı neydi? Azerbaycanlardan soruşurdum. Silah, erzak, yanacak. Demek Qarabağ'da bize karşı vuruşan Ermeni dığasını maddi cihetten İran temin ediyordu. Bunu ben şahidiyim. Ben buradan nağıl danışmıram. Gözlerimle gördüklerimi danışıram. Yani Ermenilere bu kadar kaygı gösteren İran rejiminin siyaseti anti-Azerbaycan siyasetidir. Onlar Güney Azerbaycan'a nece yanaşırlarsa Kuzey Azerbaycan'a da onların münasebetleri qətiyyən fərqlənmir. Kuzey Azerbaycan'da da İran'ın bugün apardığı
təxribatçılıq siyasəti dəhşətlidir. Təsəvvür edin ki, bu mağazında satılan kitabların əksəriyyəti anti-Türk, anti-Azərbaycan kitablarıdır. Bu kitabları oxuyan hər hansı bir ziyalıdan Türkçülük sevgisi gözləmək olmaz. Təsəvvür edin, bu nə deməkdir? İran rejimi Güney Azərbaycanda xalqın, Azərbaycan türklərinin beyninə dini fanatizmi, cəhaləti, nadanlığı, xurafatı yeridir. Bir millətin beyninə əgər xurafatı yeritsən, o millətin milli şuuru ölür. Onun milli şuurundan əsər əlamət qalmaz. Ona görə də İran neçə illərdir ki, bu bədbəxt xalqın şuurunu dəyişmək üçün onun beyninə xurafatı yeridir. Bu xurafat din deyil. Mən öz dinimi müqəddəs din sayıram və Allaha inanıram, hətta Quran oxumağı yaxşı bacarıram. İranın təbliğ elədiyi bu xurafatdır. Bu İslam dini deyil. İslam dininin təsibini çəkən bir ölkə, bir rejim erməni xaçına kömək eləməz, öz müsəlman qardaşlarını səngərdə qırdırmaz. İndi təsəvvür edin ki, bu necə müsəlman qardaşıdır? Axı bizim İslam dinində gözəl bir fikir var ki, müsəlman müsəlmanın qardaşıdır. İran rejimi bunu nəzərə alır mı? Yox, almır. İran üçün erməni bizdən onun daha şərəflidir və onun ən doğma qardaşıdır. Erməni Fars özünü süd qardaş sayır. Bakıda da bu siyasət yerilir. Bu xurafat, təbliğat, təşviqat işi aram vermir. İran burada universitetlərdə, kitabxanalarda, elmi tədqiqat institutlarında İran zalı deyilən bir zal açılır, tağlar. Axı kimə lazımdır İranın bu zalı? Gedib hər hansı bir universitetdə, İranda belə bir zal açsan İran qoyar mı? Qoymaz. İranda Azərbaycan kitab mağazını var mı? Yoxdur. İranda türk təmayüllü məktəblər açılır mı? Yox, açılmır. Türk dili tədris olunur mu? Olunmur. Təbriz Universitetində dünyanın bir sıra dilləri, böyük dilləri tədris olunur, öyrənilir. Fəqət doğma türk dilindən başqa. Təsəvvür edin, bu nə deməkdir? 21-ci yüzillikdə Güney Azərbaycan xalqı kimi asimilyasiyaya, əridilməyə, məhv olmağa məruz qalan ikinci bir xalq mən təsəvvür edə bilmərəm. Bu xalq ayılmalıdır, öz hüquqlarını başa düşməlidir. Biz Quzeydə yaşayan, Azərbaycan Cümhuriyyətini yaşayan ziyalılar Güney soydaşlarımızın taleyinə yanıb yaxılırıq. Biz fikrə mübarizə aparırıq. Biz birləşmə haqqında gecə-gündüz fikirləşirik. Müxtəlif tədbirləri həyata keçirməyə çalışırıq. Əgər bir millət ki, fikrən, beynində, şuurunda, ideyacada, duyğularında, mənliyində o birliyi hiss eləməzsə, sabah o birlik uğrunda mübarizəyə qoşulmaz. Bu birlik uğrunda mübarizəni biz birinci növbədə fikirlərdə yaratmalıyıq. Beyinlərdə yaratmayıq. İnsanların duyğularında bu hiss baş qaldırmalıdır. Onlara başa salmalıyıq ki, sənin nicatın sənin birliyindədir. Güney ilə Quzey Azərbaycan birləşsə, böyük nəhəng bir dövlət meydana gələ bilər. Və heç bir düşmən cəsarət edib bunun Qarabağını, başqa torpaqlarını tuta bilməz. Amma təəssüf ki, bugün Qarabağda baş verən hadisələr eyni zamanda Güney Azərbaycana tətbiq olunur. Mən televiziyada qulaq asıram, sağ olun, siz verilişlər verirsiniz. Dünyanın başqa müəyyən yerlərindən də xəbər gəlir. Urmiyada Türk-Kürt mücadiləsi, savaşı süni qondarma şəklində tətbiq olunmaqdadır. Bu artıq bizimlə mübarizə aparan PPK-çılar, siz televiziyada çox düzgün deyirsiniz. Bunlar Kürt xalqını təmsil eləmir. Bunlar terroristlərdir, PPK-çılardır. İran dövləti nə üçün bu PPK-çıları, bu terroristləri müdafiə edir? Bir tərəfdən o İslam dininin bayrağını qaldırır. O bir tərəfdən insan qanına həris olan PPK-çıları maddi mənəvi cəhətdən dəstəkləyir. Onu Azərbaycan türkünün üzərinə yeridir. Bəli, 800 kilometr Kürdistandan çıxıb gəlir Urmiya. Urmiyada, bu televiziyada da göstərdiniz, bir cavan ailəni, onun 23 yaşında, 25 yaşında olan ailə başçısını, onun xanımını 23 yaşında 2 yaşlı uşağı öldürüblər. Bu şantajdır. Bu
Türk-Kürt müharibəsini süni şəkildə yaratmaq üçün aparılan bir şantajdır. Rejimin şantajıdır. Rejim əgər bunu istəməsə, quş-quşluğundan onun sərhədlərində qanat çala bilməz. Kürdün nə haqqı var gəlsin, Urmiyada adam öldürsün? Bunu İran rejimi xüsusi təşkil edir. Biz bu məsələdə son dərəcə ayıq sayıq olmalıyıq. Əvvəlcə Kürd ilə Türkün dostluğunu təbliğ etmək lazımdır. Və başa salmaq lazımdır ki, biz müsəlman xalqıyıq, biz müsəlmanıq, biz yaxın qonşuyuq, tarixən dost olmuşuq. Aramızda heç bir nifaq olmayıb və ola da bilməz. Bu nifaqa getmək olmaz. Amma eyni zamanda mən həm də onun tərəfdarıyam ki, bəli, Güney Azərbaycan xalqı silahlanmalıdır. Vaxtilə Qarabağ hadisəsindən əvvəl bizim əlimizdə olan bütün silahları yığıb aldılar. Sonra erməni silahsız bir xalqa hücum elədi. Bu hadisə eyni ilə Güneydə də tətbiq olunmaqdadır. Onlara silah lazımdır. Və bu silah hardan alınmalıdır? Əgər millət istəsə, ürəyində arzu istəyi olsa, bu silah tapılar, bunlar silahlanar, heç olmasa özlərini müdafiə eləməlidir onlar. Öz torpağını müdafiə eləməlidir. Heç yerdən gəlib onların torpağını müdafiə etməyəcəklər. Ona görə yeganə əlac millətin özünə qalıb. Millət öz torpağının, öz ata-baba yurdunun şərəfini, qeyrətini, namusunu çəkməlidir. Onun haqqında düşünməlidir. Bax, gətirib sərhədlərdə Kürd ailələrini, Fars ailələrini yerləşdirirlər. Mən bunu hələ səfir olanda görürdüm. Nə üçün yerləşdirirlər? Yəni, bu hadisəyə Urmiyanın Kürdistana verilməsi hadisəsinin tarixi çox əvvəllərdən başlayır. Bu, dünənin bugünün söhbəti deyil. İran rejiminin siyasətinin bu tərkib hissəsidir. İstəyirlər ki, Kürdistan zolağı yaratsınlar. Bu zolaq gəlib Naxçıvana oradan belə keçsin, Azərbaycanla birləşsin və Azərbaycanın müəyyən torpaqları da bura qatılsın. Məqsəd budur. Məqsəd budur ki, Azərbaycanı Türkiyədən ayırsınlar. Ayırmaq istəyirlər. Və Türkiyənin Azərbaycanla, Türkistanla bütün əlaqələri qırılsın. Yəni Azərbaycanı blokada şəraitində saxlamaq niyyətidir bu. İstəyirlər ki, mühasirəyə alsınlar Azərbaycanı və get-gedə bu xalqın torpaqlarını zor ilə, güc ilə əlindən alsınlar. Bu siyasət artıq erməni, Fars və Kürd arasında gedir. Siz xəritələri göstərdiniz. Bu xəritələrə mən çox diqqətlə baxırdım. Bu xəritələrdə göstərilən plan, prospekt, xətt hərəkət mövqi bu üç dövlətin başında duran adamların mövqeyidir. Panfarsistlərin, Kürdlərin, erməni daşnaqlarının bu xətti hərəkətidir, mövqeyidir. Bu məsələdə biz ayıq olmalıyıq. Bu məsələdə biz indidən bu və ya ciddi əməli tədbirlər həyata keçirmək lazımdır. Böyük təbliğat, təşkilat iş aparılmalıdır. Xalq ayağa qaldırılmalıdır. Sizin Günaz Azərbaycan televiziyası böyük orduların işini görür. Çox böyük iş görür. Bu televiziyanın təsiri altında hətta Quzey Azərbaycanda insanların siyasi milli şuuru oyanır. Onlar çox məsələlərdən, sizin televiziya onları çox məsələlərdən xəbərdar edir. Çox məsələlərdən onlara öncədən başa salır. Xalqı mübarizəyə, özünün bütün qüvvələrini, mənəvi gücünü səfərbərliyə almağa çağırır. Doğrudan da bu belədir. Biz qüvvələrimizi səfərbərliyə almalıyıq. Amma təəssüf ki, bu sahədə hələ böyük bir boşluqlar var. Bugün Azərbaycan türkləri Güney Azərbaycanda, bütün dünyada təşkilatlanmalıdır. Yeganə nicatımız təşkilatlanmaqdadır. Təşkilatlanmaq millətin həmrəyliyini ifadə edən bir vasitədir, yoldur, üsuldur. Əgər biz təşkilatlana bilməsək, öz birliyimizi, milli birliyimizi, öz milli həmrəyliyimizi həyata keçirə bilməyəcəyik. Ayrı-ayrı yerlərdə qüvvələrin parçalanması ilə iş görmək olmaz. Dünyada olan Azərbaycan təşkilatları bugün kör döyüş aparır. Yəni kör zərbəni vurur, bilmir hara vurur, kimə dəyəcək bu zərbə. Yəni bu təşkilatlar da bir-birindən xəbərsiz şəkildə mübarizə aparır. Bütün qısqanclığı, hər şeyi, yüngül, adi umukisini kənara qoymaq lazımdır.
milli ideallar bizi birleştirmelidir. Milli ideallar altında, milli ideallar uğrunda mübarizede hiçbir şerefinin yandırılıp küle döndürülmesi demektir. Biz Fars ile hiçbir aldatıcı sövdələşmeye, danışığa, ittifaka gidebilmerik. Biz danışığı öz milletimizle aparmalıyıq. Bizim sözümüz, söhbətimiz öz milletimizle olmalıdır. Öz soydaşlarımızla bu sövdələşmələri aparmalıyıq. Onların gücünü səfərbərliyə alınmalıyıq. Azərbaycanlıların öz gücündən istifadə edib mübarizəyə qoşulmaq lazımdır. Axı Azərbaycan xalqının böyük gücü var. Tək Tehranda elə 8-9 milyon Azərbaycan Türkü yaşayır. Güney Azərbaycan nəhəng bir xalqdır. Bütün İranda 40 milyona yaxın onun sayı var. Bu 40 milyon xalq ilə daşı dağıl yerindən oynatmaq olar. Heç bir rejim, heç bir bu veya başka terörist dəstə 40 milyonlu xalqın qarşısına dura bilməz. Amma xalq bədbinləşməməlidir. Xalqa nur, ışıq vermək lazımdır. Onun çalışmaq lazımdır ki, xalq bədbinləşməsin. Əslində onda nikbin duyğular, hisslər oyatmaq lazımdır. Xalqı bədbinləşdirmək, xalqı mübarizədən çəkindirmək, onu qul, kölə həyatına sövq etmək deməkdir. Bu məsələ, bu mövzularda sizin televiziyada gedən verilişləri mən çox diqqətlə izləyir və bu verilişləri xüsusilə mən çox bəyənirəm. Bir də televiziyada mən görürəm ki, bəzi çıxış eləyənlər özlərini, tanıdığım adamlar var, siyasətçilər, özlərini çox qorxaq, miskin aparır. Qardaş, mıs deyincə bir dəfə Mustafa de. Nə dəxə nalamuğa vurursan, deyirsən ki, bilmirəm, İranda biz federal İranda yaşamalıyıq, yaxud muxtariyyət qurmalıyıq. Nə? Bunun dilindən gəlmir ki, bizə bugün Güney Azərbaycanı üçün muxtariyyət lazım deyil. Federal İran məsələsi yağışdan çıxıb yağmura düşmək deməkdir. Fars ilə bir yerdə biz yaşaya bilmərik. Bir bayraq altında bizim yaşamağımız, hakimiyyət sürməyimiz qeyri-mümkün bir məsələdir. Bunu bütün 100 ilin tarixi açıq, aşkar şəkildə göstərir. Ona görə biz federal İran deyəndə mən o adamlara üzümüz bugün tutub deyirəm ki, federal İrandan əl çək. Bu Azərbaycan xalqını yenidən aldatmaq deməkdir. Aldatma qardaş bu xalqını. Kifayətdir. Utan, xəcalət çək. Və yaxud da ki, muxtariyyət. Nə muxtariyyətin söhbət edə bilər? 40 milyonluq bir xalqa muxtariyyət yaraşırmı? 40 milyonluq xalqa muxtariyyət yaraşmır. 40 milyonluq xalqa müstəqillik yaraşır. Bu xalq öz dövlətini qurmalıdır. Öz varlığını bütün dünyaya nümayiş etdirməlidir. Muxtariyyət nədir axı? Dünyanın heç bir xalqı muxtariyyət istəmir. 500 nəfər Çeçen Rus imperiyasını başına belalar açtı. Ama 40 milyonluq xalq orada çox yazıq, miskin, kölə bir həyatı keçirir. Qorxudan cıngırını çıxartmır. İnsan qorxaq olmamalıdır. Qorxaqlıq Türk'e yaraşmır. Türk mübariz olmalıdır. Türk dünyada böyük dünyanın 3 qitəsində böyük imperiyalar yaradıb. Mən demirəm ki, bugün biz imperiya yaradaq. Xeyr. Mən imperiya yaratmanın tərəfdarı deyiləm. Artıq Səfəvlər imperiyasının, Qacarlar, Əfsərlər imperiyası tarixin arxivinə verilib. Bizə lazımdır fəqət öz torpağımız. İran torpağı bizə lazım deyil. Həmədandan Dərbəndə, Xəzər dənizindən Anadoluya qədər olan, Kərkükə qədər olan torpaq bizimkidir. Bizim tarixi vətənimizdir. Biz bax, sərhədimizi belə qurmalıyıq. Bizə ümumi İran lazım deyil. Kim ki bugün ümumi İran xülyası ilə yaşayır, o bədbaxtdır. O öz xalqının talihini düşünmür. Xalqın gələcək xoşbaxtlığı, saadət mənbəyini dərk edə bilmir. Sən nə üçün axı ümumi İran haqqında düşünürsən? Çoxu da belə deyir ki, İran elə bizimdir, onlar türkləşib. Canım, belə xülyalarla, boş, mənasız fikirlərlə özünüzə təskinlik verməyin. Çoxu da deyir ki, federal İran qurulacaq. Federal İran qurmaq belə bir şurəvinin yenidən diriltmək deməkdir.
yeniden İran'da bir şuravi devleti kurmak demektir. Biz bu şuravi devletin ne kadar alçak, rezil bir devlet olduğunu görmüşük. Ama buna bakmayarak bu şuravi devleti de indiki Mollar rejiminden, İran rejiminden kat kat müterakkiydi. Biz 70 yıl ərzində bu şuravi devletinde ana dilinde tahsil almışıq. Öz kitaplarımızı ana dilinde yazmışıq. Bizim tahsil hüququmuz olub. Bizim müstəqil milli radyomuz, televizyamız fəaliyyət göstərib. Biz öz tariximizi, ədəbiyyatımızı, dilimizi öyrənmişik. Bizə heç bir maniçilik törədilməyib. Amma buna baxmayaraq biz bundan razılaşmırdıq. Əgər bugün 8 milyonluq Kuzey Azərbaycan xalqı ayaq üstə durub öz müstəqilliyini qazanıbsa, 40 milyonluq Güneyli turistlərin öz müstəqilliyini qazanmaması milli faciədir, bədbaxtlikdir. Bu milletin en büyük faciəsidir. Ben bugün görürüm ki Güney Azerbaycan turistlərinin zekası, idraki günü gündən oyanır. Halk özünü dərk etməyə doğru gedir. Bu artık yeni bir halkımızın tarixində yeni bir hadisədir. Yeni bir mərhələdir. Bu yeni bir intibah, oyanış mərhələsidir. Bu oyanış, intibah mərhələsinin gücündən biz istifadə eləməyi bacarmalıyıq. Sonradan bu intibah boğula bilər. Ayıq sayıq olmalıyıq. Ve aynı zamanda burada biz hem öz halkımızın gücünden hem de aynı zamanda beynəlxalq təşkilatların gücünden, beynəlxalq muhtelif demokratik devletlerin gücünden istifade etmeyi bacarmalıyıq. Biz dünyanın demokratik devletleriyle əlaqə kurmalıyıq. Amerika Birleşmiş Ştatları, Qərbi Avropa ülkeleri demokratik ülkelerdir. Mesele bundadır ki, diyorlar ki, ağlamayan uşağa süt vermezler. Sen teşebbüste bulunmalısın. Teşebbüs göstermelisin. Amerika ile Gərb ile alakalarını yeni bir şəraitte, yeni bir formada, yeni bir yönde istiqamette kurmaya bacarmalısın. Amerika'dan korkup çekinmek lazım değil. Amerika ile dil tapmak lazımdır. Ermeniler, elə bilirsiniz ki, Qarabağ'ı Ermeniler mi almıştır? Ermeniler almamıştır. Qarabağ'ı Xocalı hadisəsini Rus ordusu törətmişdir. Eğer Rus ordusundan, böyük nəhəng Rusiyadan Ermeni istifadə etməyi bacarırsa, bizler için Rusiyadan və yaxud da Qərbi Avropa ölkələrindən, ne için biz Amerika Birleşmiş Ştatlarından istifadə edebilməyək? Biz onlarla əlaqələrimizi yeni bir formada, yeni bir şəkildə qurmağı bacarmalıyıq. Amerikanın bize dəstəyini qazanmalıyıq. Bax, bu qazanmaq üçün dəridən qabıqdan çıxmalıyıq. Müəyyən böyük təbliğat işləri aparmalıyıq. Azərbaycan, eğer biz Pişəvəri hərəkatında bunların dəstəyini qazansaydık, bu saat xalqımız azad bir devlet kurmuştu Güney Azərbaycanda. Ama biz bunu qura bilmədik. Böyük səhvlərə yol verdik. Ve bizim çox vaxtda İran rejimi, panfaşistlər tamam başka bir oyun kurur. Bizim oyanan halkımıza cürbəcür adlar verilir. Onların birine panitürkist, birine firqəçi, birine komünist, birine ne bileyim fədai, ne bir sıra belə adlar verir. Ama bu adlar bize yaraşmır. Var Azerbaycan Türk'ü, Azerbaycan Türk'ü onun mənliyi, şərəfi, qeyrəti. Ve bu mənli, bu qeyrət, bu şərəf heç bir təşkilata sığmır. Bu məhəbbət, Türk məhəbbəti halkın öz kalbinde yuva kurmuştur. Halk özü tabii şekilde buna könül verir. Ama halkı bu təşkilatlarda halka kömək eləmək lazımdır ki, halk təşkilatlansın, gücünü bir yere toplayabilsin. Gücünü bir yere toplayabilmese elbette bu mümkün olan şey değil. Ben komünistlerle de, firqəçilərlə de, fədailərlə de, Amerika'da, Qərbi Avropada olan millətçilərlə, ziyalılarla çok görüşlər aparmışam. Onların hamısının hedefi birdir. Güney Azerbaycan azad olmalıdır. Güney Azerbaycan'a müstəqillik verilmelidir. Bu veya başka söz söhbətlər ise gelişi giden sözler, ifadelerdir. Bizim strateji, milli məqsədimiz Güney Azerbaycan'ı müstəqil, azad, serbest görmektir. Güney Azerbaycan bu nökər hayatından kurtulmalıdır. Fars rejimine karşı ayak üstə durmalıdır. Mübarizə almalıdır. Bunun için himmet, qeyrət göstermek lazımdır.
Yatmaqla iş görmək olmaz. Bir dəfə mən məscidlərin birində Tehranda çıxış eləyirdim. Mənə dedilər Qarabağdan danış. Mən Qarabağdan danışdım. Gördüm çox adam ağlayır. Mən dedim Mirzə Ələkbər Sabirin adını eşitmisinizmi? Nə deyir o ağlama haqqında? Deyir ağladıkça kişi bir qeyrət olar. Necə ki ağladı İran oldu. Niyə ağlayırsan? Sənin doğrudur bu ağlamağını mən məhəbbət əlaməti kimi qəbul edirəm. Bizim məşhur şairimiz Molla Vəli Vidadi deyirdi ki ağlamaq ki vardır məhəbbətdəndir. O da bir başqa mövqedən yanaşır. Erməni Avropadan, Amerikadan, Ərəbistandan, İrandan əlində silah gəlir Qarabağda bizə qarşı vuruşur. Aman Arazın bu tayında olan bizim can qardaşımız, qan qardaşımız oturub ağlayır. Qardaşım 21-ci yüzillikdə ağlamaqla azadlıq, istiqlaliyyət qazanılmaz. Himmət göstər. Əlinə silah al. 1400 ildə ağlayırsan. Üç babanın qəbrini tanımırsan. Amma yadların qəbrinə başını sürtüb, yüzünü sürtüb ağlayırsan. Nə qazanmışsan bu ağlamaqdan? Hər bir millət ağladıqca miskinləşər. Öz milli şərəfini itirər. Özünü dərk edə bilməz. Sənin ən müqəddəs bildiğin fikir senin azadlığındır. Müqəddəslərdən müqəddəsi azadlıqdır. Milletin azadlığıdır, istiqlaliyyətidir. Bu gün Fars səni zəlil eləyib. Sənin uşaqların bu gün öz tarixini, öz ədəbiyyatını, özünü oxumur. Özünü öyrənmir. Onlar məktəblərdə bir Fars kimi yetişir. Fars kimi formalaşır. Sen bunu dərk edirsənmi? Bu senin mənəvi ölümündür. Bir xalqın mənəvi ölümə doğru məhkum olması deməkdir. Sen bunun için fikirləş. Bunun için himmət göstər, qeyrət göstər. Və özümü Azərbaycan varlarına tut deyirəm. Kuzeyli, güneyli, sen bu varını, bu sərmayəni, bu bütün pulunu, imarətlərini qəbrinə aparmayacaqsan. Sen qəbrə 2 metr kəfən aparacaqsan. Dünya malı dünyada qalır. Sen bu pulu Azərbaycanın azadlığına sərf elə. Vaktiyle 19. əsrin axırı, 20. əsrin əvvəllərində bizdə çox milyonerlər var idi. Bu milyonerlərdən, Bakı milyonerlərindən, xüsusilə neft magnatlarından bircə əsasən Hacı Zeynalabdin Tağıyevin adı yaşayır. Qalanları kim olub, harda ölüb, qəbri hardadır, heç kəs bilmir. Amma bugün Zeynalabdin Tağıyevin qəbrini millət bir ziyarətgah yerinə çevirib. Buranı bir ziyarət kimi gəlib gedənlərin sayı hesabı yoxdur bu ziyarətgaha. Nə üçün bu beliydi? Ona görə ki Zeynalabdin Tağıyev qazandığı pulunu millətinə sərf elədi. Məktəblər açdı. Uşaqlarını Avropada oxutturdu. Böyük maarifçilik işləri gördü. Teatr açdı. Çox böyük işlər gördü. Ona görə Zeynalabdin Tağıyevin məhəbbəti xalqın qəlbində əbədi bir yuva qurmuşdur. Bu məhəbbət nə qədər ki Azərbaycan xalqı var, yaşayacaqdır. Hacı Zeynalabdin Tağıyev ağıllıydı. Hər şeyi başa düşürdü. Bilirdi ki, sərmayə də, insanın özünün həyatı da millətinə həsr olunmalıdır. Millətə həsr olunmayan həyat bir qara qəpiyə dəyməz. Millət yolunda sərf olunmayan hər hansı bir sərvət, var dövlət kimə lazımdır? Kimə? Bu sərvət millətə həsr olunmalıdır. Və bədbəxtlikdən biz əsrlər boyu yıldığımızı aparıb Ərəbistana qoymuşuq, nə bilim İranın müxtəlif yerlərinə qoymuşuq və onlar da köv içində üzür. Amma bugün bizim özümüzün milli ziyarətgah yerlərimiz olmalıdır. Milli ziyarətgahlar yeri olmadığına görə biz öz milli sərvətimizi bir yerə toplaya bilmirik. Biz fikrən birləşdiyimiz kimi eyni zamanda milli sərvətlərimizi də bir yerə toplayıb Azərbaycan xalqının, xüsusilə Güney Azərbaycan xalqının azadlıq və istiqlaliyyəti uğrunda mübarizəyə həsr etməliyik. Bu bizim müqəddəs milli borcumuzdur. Əziz və hörmətli tamaşaçılar, gördüyünüz kimi olayları biz bugün yenə xatırlayırıq. Bu olaylar Güney Azərbaycanda milli hərəkatın ilkin təcəssümü kimi
bizim diqqətimizə çatdı. Bu əslində millətin oyanış və intibahı idi. Yəni Azərbaycan Türk xalqı artıq özünü dərk eləyir. Öz haqqını başa düşür. Və ən vacibi odur ki, Güney Azərbaycan Türkləri bugün öz haqqı uğrunda mübarizə aparmaq əzmindədir. Bu millətin oyanışı deməkdir. Bəli. Güney Azərbaycan, Azərbaycanda keçən il baş verən olaylar haqqında biz eşidəndə çox mütəəssir olduq. Bu olaylar təsadüf idimi? Və yaxud da ki, bu zərurətdən yaranmışdı. Şübhə yoxdur ki, bu hadisələr milli zərurətlə bağlı bir məsələ idi. Yəni bunu adicə İran qəzetlərində olan həşərat şəklinə Azərbaycanların, Azərbaycan türklərinin bənzədilməsi və s. əslində bunlar adicə bir bəhanə idi. Millətin özünün ürəyi doludur. Millət özü öz talihini həll eləmək üçün bugün artıq bütün qüvvələrini səfərbərliyə almaqdadır. Və bütün Güneyli Azərbaycan xalqı bugün tam açıqlığı ilə, dəqiqliyi ilə başa düşür ki, bu xalq dünyanın ən zavallı, ən yaralı, ən məhkum xalqlarından biridir. Bunu xalq başa düşür, dərk eləyir. Ona görə Güney Azərbaycanda mən elə başa düşürəm ki, mən səfir olduğum vaxtda da fəallaşma günü-gündən artırdı. Bəli. Xalq düşmənin, dostu ilə düşmənini başa düşürdü. Təsadüfi deyildir ki, burada mən İranda işləyərkən mən özüm müşahidələr aparırdım, özüm görürdüm, seyr eləyirdim ki, adi bir erməni xaçına Azərbaycan türkündən daha çox dövlət səviyyəsində əhəmiyyət verilir, qiymət qoyulur. İranda iki dil, erməni və fars dili dövlət səviyyəsində xüsusi bu dillərə qayğı göstərilir. Bu dillər dövlət dilinə çevrilmişdir. 100 min erməninin dili dövlət dilinə çevrilib. Amma 40 milyona yaxın Azərbaycan türkünün dili bugün Güney Azərbaycanda ölü dilidir. Bu xalq öz geçmişinin, tarixini, mənəvi milli dəyərlərini öyrənə bilmir. Öz musiqisinin, doğma dilinin üzünə həsrət qalmışdır. İdarələrdə bu dil işlənmir. İdarələrdə farscanı bilməyən Azərbaycan türklərinə qarşı bir həqarət, bir yuxarıdan aşağı baxma özünü göstərir. Yəni, bugün dünyanın heç bir ölkəsində Azərbaycan, Güney Azərbaycan türkləri kimi ikinci elə bir xalq yoxdur ki, bu qədər çölə nökər vəziyyətində yaşamış olsun. Azərbaycan türkləri bugün qul, çölə vəziyyətindədir. Onların ən adi insani, bəşəri, milli hüquqları yoxdur. Hansı xalq buna dözə bilir? Heç bir xalq buna dözə bilməz. Sayın Əliyar bəy. Keçən il baş verən hadisələrin əsas səbəbi buna bağlıdır. Yəni Güney Azərbaycanda insan hüquqları, Azərbaycan türklərinin hüquqları amansız şəkildə, çabuk şəkildə bozulur. Yeraltı, yerüstü sərvətlərimiz Fars rejimi tərəfindən qarət olunur. Millətin mənliyi, şərəfi alçaldılır. Belə olan məqamda təbiidir ki, xalq ayağa durmalıdır. Bütün qüvvələrini səfərbərliyə almalıdır. Öz talihini düşünməlidir. Öz gələcəyini düşünməlidir. Balalarının talihini düşünməlidir. Axı, heç bir xalq bu qədər zillətə, hüquqsuzluğa dözə bilməz. Bizim Azərbaycanın parçalanması, yəqin bilirsiniz, bütün dünyaya bəllidir ki, Gülüstan və Türkmençay müqaviləsi ilə bağlı olmuşdur. Bu müqavilələr ölü müqavilələrdir. Bu müqavilələr bugün hüquqi qüvvəsini itirmişdir. Bu müqavilələr Gülüstan-Türkmençay müqaviləsi qiyamət gününə qədər nəzərdə tutulmur. Bu iki müqavilənin 90 illik ömrü var idi. Bu 90 il çoktan ötüp geçmiştir. Şimdi 193 ildir, 200 ile yakındır ki bu müqavilələr bağlanmış ve bu ölü müqavilələr əsasında Azərbaycan iki yere parçalanmıştır. Ve Azərbaycanın şimal hissəsindən Ruslar çöküp gitti. Öz
bu torpaqları, yəni Azərbaycanın şimalını bu xalqın ixtiyarına verdi. Bəli. Yəni Gülüstan, Türkmençay müqaviləsini bağlayan tərəflərdən biri Azərbaycandan əlini çəkdi. İkinci tərəf isə avtomatik olaraq, yəni İran tərəfi isə avtomatik olaraq artıq onun imzası qüvvəsini itirmiş olur. Belə bir vaxtda biz Azərbaycan türkləri öz taleyimiz uğrunda düşünməliyik, mübarizə aparmalıyıq. Beynəlxalq aləmdə böyük təbliğat, təşkilat işi aparmalıyıq. Nəyə görə dünyanın müxtəlif ölkələrindən səfələnmiş Azərbaycan türkləri, xüsusilə bizim varlılarımız, sərmayədarlarımız, imkanlı adamlarımız Azərbaycan uğrunda maddi mənəvi dəstək göstərməsinlər. Onlar göstərməlidir. Amma bunun üçün biz təşkilatlanma aparmağı bacarmırıq. Biz təşkilatlanmalıyıq. O insan ki, öz xalqına kömək eləmək istəmir və yaxud da bundan boyun qasırır və yaxud da satqınlıq eləyir, riyakarlıq eləyir, ikiyüzlülük eləyir, dönüşlük eləyir. Ona qarşı biz, onlara qarşı faal mübarizə aparmalıyıq. Biz millətimizin içərisində bir duruluq, bir aydınlıq, mənəvi yetkinlik yaratmalıyıq. Güney Azərbaycanın siyasi milli şuurunu inkişaf eləməsi üçün böyük tədbirlər əməli tədbirlər həyata keçirmək lazımdır. Bunu sözlə yox, əməli işdə göstərmək lazımdır. Mən dəfələrlə təklif eləmişəm ki, Bakı şəhərində, Gəncədə, Naxçıvanda dünya Azərbaycanlıları universitetləri açılsın. Azərbaycan balaları gəlsin, öz ana dilində təhsil alsın. Ana dilində təhsil almayan xalqın siyasi milli şuuru yetkinləşə bilməz. Öz ana dilində təhsil almayan xalq kamala çatmaz, özünü dərk eləməz, öz haqqını başa düşməz, millətinin ləyaqətini, şərəfini lazımi səviyyədə qiymətləndirməyi bacarmaz. Bunun üçün biz Azərbaycan dövləti, Azərbaycan Respublikasında dünya Azərbaycanlılarının təhsil alması üçün şərait yaratmalıdır. Biz bunu etməsək, biz Güney Azərbaycanın siyasi milli şuurunu inkişafı üçün müəyyən təkan verə bilməyəcək. Bakı şəhərində Slavyan xalqlarının universiteti neçə illərdir fəaliyyət göstərir. Amma Türk xalqlarının universiteti yoxdur. Biz Türk xalqları biri-birimizin dilini bilmirik, əlaqə yaratmırıq. Türk xalqları biri-biri ilə Rus dilində, İngilis dilində danışır, əlaqələr yaradır. Belə olan şəraitdə Türk birliyi tənəzzülə doğru gedir. Və bütün dünya türkləri əlbəttə bilməlidir ki, Güney Azərbaycan Türkiyə ilə Orta Asiya arasında mənəvi bir körpüdür. Güney Azərbaycanın azad olması Qarabağın, Qərbi Azərbaycanın, Borçalının, Zəngəzurun, Göyçənin azad olması deməkdir. Biz Qarabağdan öncə Güney Azərbaycanın taleyini düşünməliyik. Qarabağdan öncə Güney Azərbaycan azad olmalıdır. Güney Azərbaycan azad olmasa, Azərbaycanın bütövlüyünü biz təmin edə bilmərik. Bütün Türk dünyasının bütövlüyü də, Azərbaycanın da bütövlüyü Güney Azərbaycanın taleyindən birbaşa asılıdır. Və buna görə təsadüfi deyildir ki, bizim düşmənlərimiz Kuzey ile Güney Azərbaycan arasında o sınırlara, sərhədlərə çalışırlar ki, bu sərhədlər bozulsun. Kuzey ile Güney arasında olan körpülər dağıdılsın, əlaqələr kəsilsin. Bizim heç bir birbirimizlə heç bir əlaqə, ünsiyyət yaratmayaq. Və buna görə də Güney ile Kuzey Azərbaycan arasında gətirib başqa xalqları yerləşdirirlər. Biz bunu başa düşməliyik. Bu gələcək Böyük Azərbaycanın yenidən parçalanması, yenidən bölünməsi üçün müəyyən imperialist qüvvələrinin bu nəqşəsidir. Yəni bu hazırlıq işləri görülür. Biz düşmənlərimizin bizə qarşı məkrli, hiləgər, rəzil planlarını pozmaq üçün biz indidən böyük hazırlıq işləri görməliyik. Şuurumuzu, idrakçımızı, xalqımızın şuurunu, idrakçını oyatmalıyıq. Xalqımızın qəflətdə olan bütün insanlar